Salam uşaqlar, səhifə 105-i izah edirəm, diqqətlə qulaq asın. 10-cu tapşırıq əkov və əbov. Əkovumuzu tapırıq, bölürük əbovun qiymətinə. Gəlin əkovun qiymətini tapaq. Əkov 120, 180 tapaq. Əvvəlcə bunun qiymətini tapaq, bölərik əbovun qiyməti. 120 180 2 bölürəm 60 2 bölürəm 15 Əkov o idi ki, uşaqlar, bunun başqa 2 cür hesablama yoluna deyəcəm. Baxırıq 2, 2 bir dənə 2 yazdım. 2, 2 bir dənə də 2 yazdım. Sonra baxıram 3 var, 3 var. Bir dənə 3 yazıram. 5 var, 5 var. Bu da 5 var. Yerdə qaldığımız xətt çəkmədiklərimiz hansıdır? 2. Bir də bu 3. Bu onun olduğu əkovu. Əkov. Belə yazıram, elə bax, beləcə yazacağım. 2 vur 2 vur 3 vur 5 vur 2 vur 3. Düz yazdım mı? İndi əbovumuza nisbəti. Əbov nə idi? Baxın, əbovumuz buydu. 1, 2. Deyir ki, əkovun əbovu nədir? Bu əkovun idi. İndi əbovunki hansıdır? Belə yazmıram da, 180. Gəlin yazalım. Əbovumuz isə ortaq olan bir dənə 2, bir dənə 2, qalır 3, bu da 3, bir dənə 3, bu da 5, bu da 5, bir dənə 5. Nisbəti deyir, baxın uşaqlar, nisbəti. Bölmə nə deməkdir? Nisbətdir, baxın, kəsir kimi göstərdim. Bu 2 ilə bu 2 apardı, bu 2 ilə bu 2 apardı, bu 3 ilə bu 3 apardı, bu 5 ilə bu 5 apardı. Nə qaldı? 6. Cavabımız nə oldu? 6. Getirik 11'ə. 11'də deyir ki, 8'də 5 hissəsinin kəsimini almaq üçün 32'də 5 hissəsini neçə dəfə artırmaq lazımdır? Gəlin, neynəyək? Neynəyək uşaqlar? Böləcəyində dəfə deyirsə neynəyək? Bölürük. Bölürük. Almaq üçün. Alınan hansıdır? Baxın, bu bərabərdən sonraki ədədimizdir. Kəsirini deyir ki, 32'də 5 kəsirini neçə dəfə artırmaq lazımdır ki, yəni vurmaq lazımdır ki, nəyə vurmaq lazımdır ki, bu alınsın. Onu da yazıram. X bərabərdir, vuruq, hasil. Hasili yazıram, bölürəm, nəyə? Digər vuruğa. X bərabər 8'də 5 bölmədi deyə vurmaya çevirirəm. 5'lər gedir, 32'də 8 gedir 4. Demək cavabımız nə olur? 4 dəfə artırmaq lazım. 4 dəfə. Altta 5 kəsirini almaq üçün bərabərdən sonraki ədədimiz budur. Almaq nə deməkdir? Yəni bərabərin qiyməti 6'da 5'dir. Hansı ədədə vurub ki, bunu alıb da. Yəni aldığımız ədədimiz nədir? 6'da 5.
Deyir ki 36'da 5 kəsirini. 36'da 5 kəsirini neçə dəfə artırmaq lazımdır ki, altta 5 alınsın? X bərabərdir. Vuruq hasil. Hasili böləcəm 35'də 5'ə. X də bərabər 6'da 5, 35 yuxarı qalxır, 5 də aşağı. 5 də aşağı düşür. Oldu mu uşaqlar? İndi keçirəm. 36 deyil uşaqlar. Bu 36'da mən niyə belə yazıram? Aha. Bu 36'da. 36'da. Aha. 36 ilə də 6 idi. Cavabımız 6. 6 dəfə. İndi keçirik 12'yə. Deyir ki, bu ədədlə bu ədədin düzgün olmayan kəsrləri olarsa A-nın ən böyük və B-nin isə ən kiçik qiymət, natural qiymətlərin cəmini tapın. Baxırıq, 17 məxrəci də 6 topla A. Düzgün olmayan 9 topla B və 27. Deyir ki, A-nın ən böyük qiymətində düzgün olmayan. Bunu da yazın. Olmayan. B'nin isə ən kiçik qiymətində düzgün olmayan. Hər ikisi düzgün olmayandır. A'nın ən böyük qiymətində düzgün olmayan olsun. Ən böyük qiyməti. Mən neçə yazaram düzgün olmayan olsun? 11 yazaram ən böyük. Kiçik ədəd 1 yazsam 7'də 17. Bu da düzgün olmayan. Ancaq sənə deyir ki, ən böyük qiymətində düzgün olmayan. A'nın ən böyük qiymətində düzgün olmayan. 11'də. Çünki baxın 11 qoydum. Altın üstə 11 gəlirəm. Bu da 17. Nə alındı? 17'də 17. Yenə deyirəm. 1 qoysam kiçik qiymət. 7'də 17 alınır. O da düzgün olmayandır. Ancaq kiçik qiymətində. İndi keçirik. B'nin ən kiçik qiymətində düzgün olmayan. Mən nə qoyaram ən kiçik qiymət? 27'dən 9 çıxanda nə edir? 18. 18 qoyanda, baxın, mən 18 qoydum, 27. Mən 17 qoya bilərəm, ya 1 qoya bilərəm. Xeyr, düzgün olmayan alınmır, axı, düzgün kəsir alınır. 18 qoya bilərəm, 19 qoya bilərəm, ancaq ən kiçiyi hansı oldu? 18. Gəlin baxalım. 9 üstə gəl. 18, 27. 27 budur, bu da 27. Alındı mı uşaqlar? Demək, ən böyük qiyməti, A'nın ən böyük qiyməti 11'dir. B'nin də ən kiçik qiyməti, B'nin qiyməti də 18. Bu da 11'dir. Cəmin soruşur uşaqlar. 18 üzərinə 11. O da nə verdi? 29. Cavabımız 29 alındı. Burada da 6 alınmışdı. Keçirəm 13'ə. Deyir ki, 1,14'də 1 nə edir? 14'də 15 edir uşaqlar. 1'i vurdum 14'ə, topladım 1. 14'də 15. Burada da yazıram. A topla 1, burada 14.
1-i vururam 7-yə, toplayıram 2-yə. Baxın buna. 7, toplayıram 2-yə, 7-də 9. İndi uşaqlar, eyni məxrəcə gətirməliyim. Onda mən buranı 2-yə vururam. Yazıram 14, 15. A, topla 1, 14. Bu da alındı 14'də 18. Deyir A-nı A-ya uyğun natural ədədlərin cəmini tap. Baxın, 15 ilə 18 arasında mən neynəməliyəm? Bura olmalıdır. Bu aralıqda hansı ədədlər olmalıdır ki, 15-dən böyük, 18-dən kiçik. 16 olmalıdır, bir də 17. İndi mən bura nə qoysam 16 edir? 15. Nə qoysam 17 edir? 16. Demək, A-nı bir dəfə 15 götürürəm, bir dəfə də nə götürürəm? 16. Həqiqətən, bax, 15-in üstünə 1 gələndə 16 edirmi? 14-də 15, kiçikdir 14-də 16-da, kiçikdir 14-də 18-də. Bir dəfə də 16 götürdüm. 17 eləyirmi bura? Onda 15 ilə 16. Bunların cəmini soruşur, 31 edir. 15 üstəgəl 16, 31. Cavabımız 31 alındı. İndi keçirəm 14-cü tapşırığa. Deyir, x-in qiyməti budur, y-in qiyməti də budur. Gəlin vuraq. X vur y deyir. 96. Onda 96 yazıram uşaqlar. 9,6 nə deməkdir? Yəni 9-u vuraq 16. Toplayıram 6. Onda 96. Vurulsun onda 32. Çıxılsın. Baxın. Deyir x-in y-ə nisbəti. Onda 96 bölünsün onda 32 y-ə. Gəlin bundan bunu yazaq. Onda 96 vurulsun onda 32. Bu bölmədə vurmayı çevirirəm. Onda 96 vurulsun onda 32-də 10 olur. Onlar gedir. Hər biri 2 geçsin. 16, 2'ye geçsin 48, 2'ye geçsin 8, 2'ye gelir 24, 2'ye gelir. Aha, 96 32'ye böləndə 3 edir uşaqlar. Aha, onda 96, bunun cavabını burada yazıram uşaqlar. Aha, onda 96 vurursun, onda 32 çıxılsın. 96'ı 3'e böləndə, 32'ye böləndə 3 edir. Ne edirəm? Hər biri 2'ye gedir. 2'ye gelir. Belə eləyək. Gəlin 96'nı 32'ye vuraq, bölək 100'ə. 96 vurulsun 32. 3070 gelir. 100'e böləndə 30 tam %72 çıxılsın 3. O da cavabımız olur 27 tam %72. Cavabımız 27 tam %72. Keçirəm 15'e. Deyir ki, bu hesablayaq. A bölünsün 2 bərabərdir. 3'ün kubu nə verir uşaqlar? 3'ü 3 dəfə bir-birinə vururuq. 27. 27 çıxılsın 21. A bölünsün 2 bərabərdir 6'ya. A da bərabərdir 12'ya. Bu bölmədə bura gələndə vurma olur. O da 12 eləyir uşaqlar. Yazırıq. 21 vurulsun 12. A-nın qiyməti nədir? 12 aldıq. 32. 21'i vururuq
12'yə çıxırıq 32. Cavabımız 220. 16'ya baxıram. 16'da deyir ki, m topla n bərabərdir 77,5. İndi gəlin aşağıda n-i tapaq. 5 vur n bərabərdir 9'un kvadratı uşaqlar. Nə verir? 81 çıxılsın 41. 9'un kvadratı, yəni 9 vur 9'dur da uşaqlar. Ona görə mən 81 yazdım. 5 vur n bərabərdir. 81'dən 41 çıxanda 40 eləyir. N də bərabərdir 8'ə. Nə edir? 8. N'imiz 8'dir. Baxın, gətirib yerinə qoyacağım. N topla m topla 8 bərabərdir 77,5. N bərabərdir 77,5'dən çıxan 77,5'dən çıxıram 8'i 69,5 edir də uşaqlar, bilirsiniz. Aha, m'imizi nə aldıq? 69,5. Keçirəm 17-ci tapşırıq. 17'də. Bunları yazın. 69,5. Keçirik 17'yə. Deyir ki, verilən fiqurun perimetrini x ilə ifadə edin. Uşaqlar, bilin ki, bura x-dır, eynidir də, görürsünüz qabaq-qabağa. Demək, bununla da bura x-dır. X-dir. Bura 14-dürsə, qarşı tərəfi 14-dür. Kvadratdır, hər biri x-dir. Gəlin deyək ki, verilən fiqurun perimetrini x ilə ifadə edin. Perimetr deyənlər uşaqlar, bütün fiqurların kənarlarının hamısını toplayırıq. Bu birincisi tapşırığı. Gəlin buradan başlayaq, bu ucundan başlayaq. X üzərinə 14 üzərinə x üzərinə x üzərinə x üzərinə 14. 14, 14. 2 dənə 14 var. 28'i yazıram toplam. Neçə dənə x'imiz var? 1, 2, 3, 4. O da 4x. Cavabımız nə oldu? 4x üstə gəl 28. İndi biri də var ki, x'i 8 verir. Gəlin yerinə qoyalım. Perimetrimiz budur. İfadəsinin qiymətini tapın deyir. 4'ü vururam. Baxın. Perimetrimiz nə oldu? 4 vur x topla 28. X'in qiymətində 8 verir. Gətirim yerinə qoyuram. 4 vur 8 topla 28. 32 topla 28. 60. Cavabımız 60. Keçirəm 18'ə. Deyir ki, aralarındakı məsafə 610 kilometr. İki məntəqədə eyni zamanda qarşı-qarşıya avtobus və minik avtomobil yola düşdü. Avtomobilin sürəti 102 km/saat sürətlə, avtobusun da adı. Sürət düsturumuzu yazıram. V bərabərdir S bölünsün T. Minik avtomobili, bu da avtomobilin sürəti 102 102 kilometr bölünsün saatdir.
uşaqlar. Məsafəni verib, baxın. S-i verib. Demək, 610-u böləcəm 102-yə. Nə qədər düşdü? 5 dənə. Saatımız nə oldu? 5 oldu demək. Eləmi uşaqlar? Bir dəqiqə. Bir dəqiqə. 3 saatı verib burada. Aha. Gəlin beləyim. 510. Aha. İndi biz 102'də avtomobil sürəti nədir? 102 vurursun. 3 saat. Çünki bildik. Çıxılsın. Plan bir yerdə toplama. O birisinin sürəti bəlli deyil. X vurursun. 3 bərabərdir 610'a. Nə edirəm? Baxıram. 102 ilə 3. Bildiniz də uşaqlar. Baxın. Gedilən yol 610'dur. 1,7 610'dur. Sürəti biz, baxın. S nəyə bərabərdir? V vurursun T. Yəni sürəti zamana vurur. Sürətimiz 102'dir, zamanımız da 3'dür. Ona görə vurdum 102'ni 3'ə. O birisinin sürəti bəlli deyil, vururam 3'ə. Zamanımız bəllidir. Nə elədi? 306. Üstünə gəlirəm. 3x bərabərdir 610. 3x nəyə bərabərdir? 610'dan 306'ını çıxıram. Nə edir? 4 0 aha 304. 304 oldu. Burada sürətimiz nə olur? Deyir ki, məsafəni soruşur. Məsafəmiz o olur ki, 304 çıxılsın 3x. Nə qədər oldu? 304'dən burada gəlir, 304 çıxılsın 3x olur. İndi x-imiz nə verib bizdə? Yəni A. Bunu da mən A da götürə bilərəm. A deyir, yuxarıda A deyir. A sürətini. A ilə ifadə edin uşaqlar. A-nı verir. İndi nə edirik uşaqlar? Gətirib A-nı yerinə qoyuram. A-mızın qiyməti 86'dır. 304 çıxılsın 3 vurulsun 86. Bərabərdir. 304'dən 3 vururam 86'ya. 3 də aldın 18, 1 yadı 24, 258. 14'dən 8 çıxıram 6, 9'dan 5 çıxıram 4. 9'dan da 5 çıxıram 4. Aha. Cavabımız 46 alındı. Burada da bir onluq vermişdim. O da 46. Cevabımız ne oldu? 46.